Bəli. Nicat, elə tam yeridir. Ya da istəyirsən o bir Özbəkistan 1-ci liqasından bir fragment göndərmişdim sənə. Onu indi verək yoxsa sonra verək? Biz verək elə indi. Biz danışırıq Azərbaycan çempionatında 10 ildən sonra rekord qırılıb 21.000 azarkeş və Özbəkistan 1-ci liqasından elə Amidin bizə təqdim etdiyi videodur. 1-ci liqada tribunada olan azarkeş sayına baxın. Meydançanın belə deyərdim, yaxşı vəziyyətdə, necə yaxşı vəziyyətdə olmasına baxın. Mən bilirəm ki, səviyyə olaraq, futbolçuların səviyyəsi olaraq bizim Premyer Liqa klublarından geri qalırlar. Amma bu 1-ci liqadır. Yəni Özbəkistan Premyer Liqası deyil ha. 1-ci liqasıdır. Siz meydanda olan ot örtüyünə sanki hansısa Avropa çempionatlardan hansısa bir liqanın oyununa baxırsan, kənardakı reklam lövhələrinə bir baxın, meydanın örtüyünə. Sonra deyirik ki, Özbəkistan niyə inkişaf eləyir, biz kənarda qalmışıq. Bir məqamı burada qeyd edəcəm, Ahmet. Biz dönə-dönə danışıram bu mövzu ətrafında, yorulmadan da danışacağam. Mövsümün əvvəli yanlış qərarlardan biri legioner limitinin ləğvi oldu. Legioner limitinin ləğvini dəstəkləyənlər daha çox irəli çəkirlər ki, çempionatın səviyyəsi qalxacaq. Bu süni səviyyənin qaldırılmasıdır. Hansısa legionerləri pulun hesabına gətirib müəyyən bir periodda səviyyəni qaldıra bilərsən, amma o pul olmayanda yenidən o legionerlər gedəcək, səviyyə aşağı düşəcək. Amma bəlli bir sistemin olmalıdır, bəlli bir mexanizmin olmalıdır. Məsələn, bu Özbəkistan 1-ci liqa, bizdə olan legionerlər burada olmaya bilər. Bizdə olan pullar burada olmaya bilər. Amma qurulan bir bəlli sistem var, bir mexanizm var. Tribunada azarkeş deyirsən, azarkeş var. İnfrastruktur deyirsən, yaxşı vəziyyətdə. Yəni, başqa nə olmalıdır ki, bu hələ 1-ci liqadır. Və bunun nəticəsidir ki, inkişaf belə olur. Özbəkistan dünya çempionatına gedir. Özbəkistandan artıq tədricən dünya ulduzları, yəni Özbəkistan ulduzları yox, dünya ulduzları yetişir. Hal-hazırda bax, çoxları bilmir bunu, mən deyim. Özbəkistanda bu Newtkor komandasında 18 yaşlı bir dənə müdafiəçi var, mərkəz müdafiəçisi. Hal-hazırda PSG, Manchester United, Manchester City, Kusanov kimi və bir dənə böyük bir komanda vardı, adı yadından çıxıb. Həmən Bavariyada səhv eləmirəmsə, həmən bu futbolçunu transfer etmək üçün yarışa giriblər və təsəvvür elə Özbəkistandan 10 milyon yəni klub da 10 milyondan aşağı futbolunu satmaq istəmir. Bu bir sənin nəyin nəticəsidir? Çünki artıq Kusanov öz oyunu ilə Özbəkistan o skautları, böyük klubları Özbəkistandan gedib birbaşa yerindən futbolcu tapmağa məcbur eləyir. Bax, burada bir Çin atasözü var. İstəyirəm onu deyim. Nicat, deməli, Çində əslində atasözü deyil. Nədir məsələ? Çinlilərin elə bu fragmentləri göstər, elə deyim, Nicat, elə yaxşıdır. Deməli, Çində bir bambu növü var, Nicat. Həmən bu bambunu, deməli, əkirsən, 5 il ərzində o sadəcə kök salır. Həmən bu bambu növü. Sadəcə kök salır. Və bir ay ərzində 25 ildən sonra bir ay ərzində 25 metr, belə deyək də, birdən-birə ağac kimi yüksəlir. Bilsən bu nə deməkdir? Bu o deməkdir ki, birinci biz o sən hər dəfə deyirsən, fundament, sistem. Biz o fundamenti, sistemi qurub 5 il, 3 il, nə bilim, 7 il düzgün o fundamenti qursaq, o ağac havasa çıxacaq, qardaş. Bax, Özbəklər o fundamenti qurublar. Bəli. Ona görə birdən-birə Şomurodovlar, Kusanovlar, Uronovlar, nə bilim, başqa nə ovlar indi adları yadında deyil. Ona görə çıxırlar. Çünki dünyanın hər yerində sistem futbolu idarə eləyir. Futbol sistemi yox.